Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Naxçıvan şəhərinə səfər edib. Leyla Əliyeva bununla bağlı foto və videoları Instagram hesabında paylaşıb. Bir neçə influencer ötən gün Kəlbəcərə səyahət edib. Onlar dövlət xətti ilə işğaldan azad olunmuş əraziyə yollanaraq, orada çəkilişlər edib görülən işlərlə tanış olublar. Tanınmış blogerlər sosial media hesablarında bununla bağlı paylaşım ediblər. Səfərdə 50-dən çox ölkə, ondan çox təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndə iştirak edib. İnfluencerlər Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə də şəkil çəkdiriblər.